Arkadaşlar necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Bugün mən Legendary Duo kanalının sahibi sizlərin qarşısındayım. Bugün dükkana yeni gələn biraz kutularda açacağıq. Siz güncəlləməni nətər bildiniz, yəni qəşəng xoşunuza gəldi. Ümid edirəm ki, xoşunuza gəldi. Yazı qəşəng olar. Kanala abone olup like atmayı unutmayın. Bize dəstəkləriniz çox önemlidir. Yani videolara 50 plus baxış gəlir. Çox sağ olun ve bizim için bir uğurdur. Yeni başlasaq da. Yani sizden tek istəyim odur ki, xahiş edirəm. Bəyənin və yorum yazın. Biz də nailiyyətlərimizi çataq, daha çox böyüyək, daha çox video atalım. Nəsə uzatmadan keçək. Birinci buradan bir də bu mega yoxsa mega kutunun baxaq kredi, yani çox gözəl bir nəticədir. İndi burada bir tane sezon kupası 12 qəşəng görünələrdi postun. Time to take out the rubbish. Qəşəng rozet falan var. Heç yoxdan yaxşıdır məncə, heç yoxdan yaxşıdır. You got hurted. Oh, the poor baby. Yani 3 tane sevgi kutusu var. Buradan ben sevgi kutusuna böyle bəxtim gətirməyib görən en azından sevgi verir. Sürgə baba kredi yığırıq. En azından yani onu veriyor. Sipercel yüzümüzü güldürmesek kalsın. Ya da o bir almak etsem. Aha. Aksesuardan ötürü bayaqdan gördüm. Bu qədər. Of, qəşəng. Məncə Ponu mücəffər çıxdı. Buradan qabağından görək nə çıxacaq. Qəşəng bir şey yapıyorlar deyəcəydim. Hadi baxdınız gətirmədim. Bəlkə qəşəng. Sugit var məndə. Sugit aşk iksiri. Efsanevi. Ben yani eşekli. Hoşuma geldi. İndi keçəm o bir hesaba. O bir hesaba keçəm. Oradaki. Neyse keçəm bir hesaba. Keçdik. Ben yeni hesabım. Burada da şanslı gündü. Görək bu hesabda neler çıxacaq. Tutanmak istedim. Var hələ də başım. En azından stüdyoya gidiyor. Sonra ne yaptım? Burada bir az kutu var ki. Burada sevdiğim kutu var. Ama ben de neden deyirəm, of. Zəhmət olmasa abone olun, video like atın, sizin dəstəyiniz çox vacib. Aksesuar. Ben de dedim, bir şey. Aksesuarı, məncə aksesuara yanmağı, parıldamağı hem insanın qırır, hem de çok boş. 13 tane.
Jess will fix it. Geçik kısım. O biraz Time for trouble. ya ise yaxşı bilmirəm. Oyuncu rozetta. Bingo verir. Stunu açdıq. Stun. Burada mən Mortis'i seçmək istəyirəm. Siz özünüz yazarsınız. Mortis yoxsa hansı? Mortis, bringer of doom! Düz seçməkmişəm yoxsa yox. Bugünlük videomuz bu qədər. Sevilirsiniz. Hamınız dəstəyiniz üçün çox sağ olun. İnşallah gələn videolarda görüşmək üzrə. Sağ olun.